Salam değerli komanda, əziz dostlar, axşamınız xeyir olsun. Xoş gördük sizi növbəti Zoom təlimində. Bugünkü mövzumuz əslində çox qəşəng, maraqlı bir mövzudur. Çünki şəxsən mən özüm uşaqlıqdan psixologiyaya böyük marağım olduğuna görə psixoloji tərəflər, psixoloji məqamlar çox xoşuma gəlir. Ona görə də yəni bugünkü mövzunun spikeri mənim olmağım məni xüsusilə sevindirir ki, xoşladığım bir mövzuda sizlərlə söhbət eləyəcəyik inşallah bugün. Bugün dəvət zamanı keçirdiyimiz o psixoloji duyğulardan danışacağıq. Ümumiyyətlə, gəlin, ən çox biz dəvət zamanı, yəni rekruting zamanı hansı duyğuları keçirdirik? Qorxu və qorxuya bənzər. Bəzən də hətta adını belə qoya bilmədiyimiz bir duyğular içərisində olur insan dəvət zamanı. Gəlin bugün onlardan danışaq. Əvvəla gəlin görək ki, qorxu nədir? Necə bir duyğudur? Baxın, qaydaq insanın yaradılışına əvvələ. Bir insan, bir körpə ana bətnində olanda sakit, isti, təhlükəsiz bir mühitdə olur. Düzdür? Və dünyaya gələn kimi fərqli bir dünyaya gəlir. Yəni ana bətnindən fərqli bir yerə gəlib çıxır. Hansı ki temperatur ana bətnindəki kimi deyil, ana bətnindəki kimi qaranlıq deyil, işıqlı bir dünyaya gəlir. Ona toxunuşlar olunur, ona səs-küy eşidir və bu insanın keçirdiyi duyğular olur ki, bu qorxuya bənzər bir duyğulardır və insan ilk keçirdiyi o duyğuları ağlamaqla biruzə verir. Görürsünüz ki, uşaq dünyaya gələndə birinci etdiyi şey nə olur? Ağlamaq. Çünki dəyişiklik görür. Yəni uzun bir müddət 9 ay ana bətnində olduğu mühitdən fərqli bir mühitə gəlir, fərqli bir dünyaya gəlir, dəyişiklik görür deyə qorxur və bunu ağlamaqla biruzə verir. Düzdür? Buradan belə bir nəticə çıxarmaq olur ki, insan dəyişiklikdən qorxur. Dəyişiklik eləməkdən qorxur. Çünki dəyişiklik eləmək üçün öz komfort zonandan kənara çıxırsan. Yəni öyrəşdiyin mühitdən başqa bir mühitə keçid edirsən. Və bu dəyişiklik insanlarda qorxu və təşviş yaradır. Əslində qorxu zəiflik əlaməti deyil. Bunu əsla zəiflik kimi qiymətləndirməyin. Bəzən bir insan hansısa bir insanı qorxaq kimi görürsə, düşünür ki, bu zəif bir adamdır. Belə deyil əslində. Sadəcə olaraq qorxu özünü qoruma mexanizmidir. Yəni insan beyni Allah Taala elə yaradıb ki, insan qorxanda avtomatik təhlükə hiss edəndə avtomatik beyin qoruma mexanizminə keçir. Bu zaman bu duyğu meydana baş qaldırır, belə deyək. Yəni təbii ki, həddindən artıq olarsa, onun insanın həyat keyfiyyətinə təsir eləyir. Yəni hər bir şeyin artığı zərərli olduğu kimi, qorxu hissi də həddindən artıq olanda insana həyat keyfiyyətini aşağı salır, yəni həyatda irəli getməyinə maneələr yaradır və başqa problemlər yaradır. Onu deyim ki, gələk bizim öz işimizə. Yəni şəbəkə biznesinə dəvət zamanı insanlar niyə qorxur? Əslində biz qorxu deyirik, amma əslində insanlar yəni tam olaraq qorxmurlar. Sadəcə qəbul olunmamaq duyğusu olur insanlarda. Birdən yox deyərlər, pərt olaram duyğusu olur insanlarda. Və yaxud da fikirləşirlər ki, əgər israr eləsələr, birdən bezdirmiş olar, nə bilim, insanların gözündən düşər, insanlar buna yuxarıdan aşağı baxa və s. və ilaxır bu kimi bir duyğular içərisində olurlar deyə addım ata bilmirlər dəvətə. Keçid eləyə bilmirlər dəvətə. Fikirləşirlər ki, mən dəvət eləyərəm, birdən bu adam mənə yox deyər. Yox deməklə də qalmaz da, eyni zamanda mənə
israrcı bir adam kimi baxar, nə bilim, fikirləşər ki, bu məni yenə bezdirdi və s. və ilaxır. Bu düşüncələri qabaqcadan o düşünür. Bəlkə də o dəvət eləyəcəyi adam elə belə bir gözləntisi var idi. Elə onun belə bir dəvətə ehtiyacı var idi. Məsələn, bir insan biz konkret hansı şirkətlə əməkdaşlıq eləyirik? Siberian Wellness. Siberian Wellness insanlara nəyi təqdim eləyir? Sağlam və keyfiyyətli həyat tərzi təklif eləyir və belə həyatı dəstəkləyən məhsullar təklif eləyir və həyatını dəyişdirəcək biznes təklif eləyir. Bəlkə də bizim dəvət elədiyimiz insanın bu dəyərlərə ehtiyacı var. Məsələn, bir insan sağlamlığından əziyyət çəkir. Mən əgər ona təklif eləsəydim ki, bizim belə bir məhsullarımız var. Məsələn, sən də filan problemlərdən əziyyət çəkirsən. Pislik eləyirdim bu insana? Yox, əksinə. O insanın elə buna ehtiyacı var idi. Və yaxud da bir insan borc xərc içində yaşayır, maaşdan maaşa güclə çatdırır, dolanışığı zəifdir, ailədə 5-6 nəfərdirlər, güclə dolanırlar, çətinliklə dolanırlar. Mən onu biznesə dəvət eləməklə onun həyatını xilas eləyə bilərdim əslində. Amma mənim öz beynimdə düşündüklərim məni tutub saxlayır deyə mən o insana bu təklifi eləmirəm. Bilirsiniz, problem hardadır? Problem oradadır ki, biz dəvət edərkən özümüz beynimizdə nələrisə qururuq, nələrisə düşünürük. Əslində, ən böyük səhv odur ki, dəvət zamanı. Biz düşünürük ki, bizə hamı hə deyəcək. Bu düşüncə var deyə, onun əksini düşünəndə birdən yox deyər düşüncəsi ki var ha, onu düşünürük deyə, dəvət bizi, yəni addım atmaq bizi dayandırır, saxlayır. Və yaxud da ki, növbəti səhv də budur ki, biz mükəmməl olmağa çalışırıq. Fikirləşirik ki, biz gərək çox qəşəng danışaq, çox qəşəng məlumat verək, hər şey çox qəşəng mükəmməl olsun da. Bəzən buna ehtiyac olmur. Çünki insanlar hər yerdə o robot kimi danışanlar olur. Yəni emosiyasız, hissiz, robot kimi danışan insanlar getmirlər. Əksinə, bəzən peşəkarlıqdan çox səmimiyyət belə deyək də ön plana keçir. Məsələn, insanlar daha səmimi insana tərəf axın edirlər, yəni o daha çox cəlb edir insanları. Ona görə dəvət zamanı gərək insanlar təbii ki, bilik və təcrübə mütləqdir. Yəni əslində bilik və təcrübə qorxunu öldürən bir gücdür, silahdır. Yəni deyəcəm indi nəyə görə belə deyirəm. Amma biz əgər səmimi şəkildə insanlara, yəni emosiya ilə o insanları dəvət eləsək, o insanlar bizim yanımızda olmaq istəyəcəklər. Çünki fikir vermisinizsə, məsələn, insanlar bizim nə dediyimizə baxmırlar, necə dediyimizə baxırlar. Məsələn, mən sakit, zəif, qorxa-qorxa bir dənə dünyanın ən qəşəng bir cümləsini qurum. Hə? Məsələn, bax, Səbinə xanımı görürəm efirdə. Məsələn, deyir ki, Səbinə, sən çox yaxşı qızsan. Yəni, mən səni həqiqətən çox istəyirəm. Bu, kiməsə təsir elədi. Mənim sakit, özünə güvənsiz şəkildə işlətdiyim bu cümlə. Sakit və belə də darıxdırıcı bir cümlə oldu. Amma mən ora biraz emosiya qatsam, daha belə, necə deyim, coşqulu şəkildə bu cümləni ifadə eləsəm, Səbinə, sən o qədər gözəl iniyə, mən səni gördüm, bu dəqiqə enerjim qalxdı. Bu şəkildə ifadə eləsəm öz cümlələrimi. Təbii ki, burada seçdiyim cümlələr və ora qatdığım emosiya rol oynayır. Bu şəkildə insanlar daha, necə deyim, xoş olur insanlara. Nəinki belə robot kimi danışmaq, bu maraqlı olmayacaq insanlar üçün. Və biz əslində söhbətimizin axırında inşallah mən bir-iki nəfər könüllü şəxsləri dindirəcəm ki, dəvət zamanı hansı duyğuları keçirirsiniz. Gəlin qaydaq 2017-ci ilə mənim təzə qeydiyyat olduğum vaxtlar və bu dəvət məsələsi, yəni bu 8 əsasın, 8 açarın prinsiplərindən biri, 4-cü əsasımız dəvət məsələsinin mənim ən stresli, ən qorxulu, ən qaçdığım bir məsələ idi. Yəni mən hamımız kimi olmuşam da, yəni mən də sizdən biri.
Mən də dəvət eləməkdə çətinlik çəkirdim. Mən indi başa düşürəm, indi təhlil eləyirəm, indi analiz apara bilirəm ki, o qorxular hardan qaynaqlanır və onların artıq o belə deyək də o xəstəliyin dərmanını da tapmışam. Onu özümdə müalicə eləmişəm, həllini tapmışam. Bu gün bir dəqiqənin içində belə mən tanımadığım adamla ünsiyyət qurub, onunla dostlaşıb, Umaxam demişkən, körpü qrubu ilə bir gündən sonra, 3 gündən sonra mən o insanı rahatlıqla dəvət eləyə bilərəm öz şirkətimə, öz biznesimə, öz məhsuluma. Amma illər öncə nəinki tanıdığım insanları belə mən dəvət eləməkdə çətinlik çəkirdim. Və bu dəvət məsələ belə deyək də baş qaldıranda mən öz rəhbərlərimdən də qaçaq düşmüşdüm. İmенно bu dəvət məsələsinə görə inanın mən ofisə də getmək istəmirdim. Çünki o qədər içimdə stres keçirdirdim ki, birdən mənə deyirlər ki, sən dəvət eləməlisən. Nə bilim, davay dəvət elə. Deməlidirlər deyir ki, yəni şəbəkə biznesinə gəlmişəmsə, şəbəkə biznesinin əsası dəvətdir də. Yəni hər şey buradan başlayır. Bir də gəlin belə deyək də qısa olaraq xatırlayaq bizim 8 əsasımızı. Birincisi nədir? Məqsəd. Düzdür? Yəni məqsədi olan insan şəbəkə biznesinə əgər gəlmisənsə, deməli məqsədin olmalıdır. Məqsədsiz şəbəkə biznesinə gələn insan qapıdan yox, pəncərədən, forçukadan zaddan girir. Yəni qapıdan girməlidirsə, birinci ondan məqsəd soruşulur. Məqsədin yoxsa sənin şəbəkə biznesində baş çıxarda bilməyəcəksən, bir mənalı şəkildə. İkincisi nədir? Okey, mən məqsəd qoydum, məqsədimə qarşı öhdəlik qoyuram. Öhdəlik verirəm öz rəhbərimə, rəhbərim də verir mənə. İkinci məsələni də həll elədik. Keçdik, üçüncü addım nədir? Siyahı yazırıq. Siyahı yazdım, bunları oğlumun toyuna çağırmayacağam ki, siyahıda yazdıqlarımı. Bu biznesə dəvət eləmək üçün tanışlar siyahısı tərtib edirəm, düzdür? Ya tanışlar siyahısından, ya soyuq kontakt vasitəsilə mən dəvətlər eləməyə başlamalıyım. Yəni, dördüncü prinsip dəvətlərdir ki, buradan sonra praktik olaraq mənim işim başlayır şəbəkə biznesində. Yoxsa çox mənim məqsədlərim olsun, çox da ki, mən öhdəlik verim, o öhdəliyə əgər riayət eləməyəcəmsə. Yəni, nəhayətli dəvətdən başlayır bizim işimiz. Gərək dəvət olsun ki, insan gəlsin ki, o insana informasiya verilsin. Bəzən o dəvət zamanı insan bir sizinlə düşünür, fikirləşir ki, bunu qoşmalıyam. Qabaqcadan beynində bunu düşünür. Mən yəni onu qoşmalıyam. Belə düşünmək insana biraz da məsuliyyət yüklüyür. O qorxunu biraz da artırır. Gərək qabaqcadan belə düşünməyəsiniz. Prosta düşünəsiniz ki, mən bu insanı dəvət edirəm, sadəcə məlumat verəcəm. Nəticədə o mənə hə deyəcək, yox deyəcək. Bu məni maraqlandırmır. Fuad müəllim həmişə bir dənə yaxşı söz işlədir. Deyir, siz işinizi düzgün görün, yəni biz işimizi düzgün görək. Nəticə bizlik deyil, nəticə Allahlıqdır. Sən işini dörd-dörtlük düzgün gör, necə olmalıdırsa. Dəvətini elədin, izahatın verildi, ardınca follow olundu. Yəni bu proseslər ardıcıllıqla getsin, hər şeyi düzgün elə. Nəticəsini burax Allaha. Nəticə ondan gələcək. Sən işini düzgün gör. Yəni o gələcək, qoşulacaqmı, qoşulmayacaq? Təbii ki, biz istəyirik ki, qoşulsun. Biz dəvət eləməkdə də məqsədimiz budur. Amma o qoşulacaq, qoşulmayacaq, bu sonraki etapda olan məsələdir. Siz dəvət eləyəndə fikirləşməyin ki, görəsən qoşulacaq. Yəni o qabaqcadan stres verir insana. Sən sadəcə olaraq, yəni bizim işimiz bir sözlə ifadə etsək həmişə nə deyirik? Deyirik ki, bizim işimiz sadəcə informasiya verməkdir. Təbii ki, informasiyanı elə vermək lazımdır ki, o insan başa düşsün. Çünki sən o informasiyanı lazımi düzgün şəkildə verə bilməsən, bunu eləyən, doğru eləyən başqa bir insan onu bu biznesə qoşacaq, bu şirkətə gətirəcək. Yəni sən dəvəti düzgün eləməsən, bunu başqası eləyəcək. Və sən oturub gözləsən ki, mən nə vaxt bunu özümü toplayım, nə bilim, psixoloji özümü hazırlayım, sonra başlayım dəvət eləməyə, o vaxt heç vaxt gəlməyəcək. Siz tərpənənə qədər bir də görəcəksiniz ki, o adam çoxdan qoşulub da, artıq bu biznesini qurub da. Yəni, o günləri təlimdə İcran xanım özünün necə qeydiyyat olmağı ilə bağlı danışdı ki, təlimdə iştirak edənlər bilir. Deyir ki, deməli, mən də qoşulmuşam, bir-birimizdən xəbərsiz. Ən yaxın rəfiqəm də qoşulub bu biznesə.
İkimiz də bir-birimizdən xəbərsizik. Sadəcə söhbət əsnasında nə o bunu dəvət eləməyib, nə bu onu dəvət eləməyib, amma əslində biraz Hicran xanım biraz əvvəl qoşulub. Podruqasında bacısı, öz bacısı, doğma bacısı qoşub bu biznesa. Deməli, bacı buna biznes tərəfindən danışıb. Bu isə ancaq məhsul tərəfini tanıyır. Yəni biznesdən məlumatı yoxdur. Podruqası da Hicran xanıma deyir ki, burada biznes də var. Sən bilirsən bunu, burada qəşəng pul qazanan adamlar var. Hicran xanım dedi ki, yox, mənim xəbərim yoxdur. Gəl gedək bir yerdə ofisə. Əgər səni orada tanımasalar, onda sən mənim kodumdan qeydiyyatdan təzədən keçərsən, yəni mənim komandam olarsan. Ofisə də gedəndə əlbəttə ki, tanıyıblar. Kimdir onu buraxan? Bizneslə maraqlananda başlayıb biznes tərəfində öyrənməyə. Yəni Hicran xanım biraz tez tərpənsəydi, bu gün ən yaxın rəfiqəsi, onun bacısı da onun komandasında olmuş olacaqdı. Amma belə olmayıb, gecikib. Artıq ona başqası, bacısına başqası məlumat verib, bu da bacısına qoşulub, təbii ki. Öz bacısını, doğma bacısını qoyub podruqasına qoşulmayacaq ki. Düzdür? Yəni siz tərpənənə qədər bir də görəcəksiniz ki, ən yaxınımızda olan adamı başqa bir yaxın adamı qoşub. Qonşusu, bacısı, əmisi qızı, nə bilim hər hansısa bir kimsə. Artıq qoşulub. Yəni gecikəndə çox şeylər itirirsiniz və gəlib bir mərhələyə çatanda, dönüb arxaya baxanda, diqqətlə baxanda görürsüz ki, əslində, yəni sənin bu biznesdə uğur qazanmamağın insanların dediyi yoxlar sayəsində olmayıb. Sənin öz beynində qurduqların sayəsində olub. Birdən belə deyər, birdən elə deyər. Aramızda yenilər varsa, qəşəng bir ibrətamiz hekayə var, onu danışım. Bilənlər üçün də təkrar olsun. Bunu mənə biznesa təzə gələn vaxtlar Fuad müəllim danışmışdı. Həm çox düşündürücüdür, həm də çox gülməli, maraqlı bir ibrətamiz hekayədir. Deyir, iki bina düşünün qarşı-qarşıya. Deməli, eyni mərtəbədə, tutaq ki, 5-ci mərtəbədir. Buradan bir oğlan var, tələbədirlər də hər ikisi. Orada da bir qızdır. Baxışırlar da bir-birinə. Oğlan hiss elətdirir ki, qızdan xoşu gəlir, ona qarşı simpatiyası var. Qız da təbii ki, bunu hiss eləyir, buna xoşdur, o da ona baxır. Və bir müddət belə baxışırlar. Eyni vaxtda çıxırlar balkona, bir-birinə baxırlar. Və günlərin bir gün oğlan qərar verir ki, növbəti etapa keçmək lazımdır da. Yəni bir tanışlıq eləmək lazımdır, qıza demək lazımdır, ürəyimi gərək açım qıza. Və fikirləşir ki, tutaq ki, mən getdim bu qızla tanış olum. Düşünə-düşünə gedir, düşür öz pilləkənlarından, öz binasından çıxır. Yavaş-yavaş qızın yaşadığı binaya tərəf gedir. Onun blokuna girir, pilləkənləri qalxa-qalxa düşünür. Düşünür ki, mən tanış oldum bu qızla, getdim, yaxınlaşdım, ona ürəyimi açdım, münasibətimiz yarandı, onun da məndən xoşu gəldi. Bir müddət sevgili kimi oldu, sonra nişanlandı, sonra bizim toyumuz oldu. Qəşəng, mehriban, xoş, firavan yaşayırıq. Bir gün uşağımız da oldu. Sonra biz başladıq dalaşmağa, sözümüz çəpləşdi. Dalaşdıq, vuruşduq. Biz qərar verdik ki, yox, ayrılmalıyıq, biz dözə bilmirik, yaşaya bilmirik belə. Belə deyəndə bir də onda ayılır ki, qızın qapısını döyürmüşsən demək, qız qapını açır. Əvvəlcədən də fikirləşir ki, gedib nə adla gedəcəm qızın qapısına? Deyir ki, bəhanə eləyərəm ki, ütü versin də, yəni mənə ki, ütüm xarab olub, bir dənə ütünüzü verərdiniz mənə. Və qapını o momentdə deyir ki, beynində bu qızla evləndi də, boşanır da. Qapını açan momentdə qıza belə baxır, qız da bunu görür, sevinir. Qayıdıb deyir ki, verdiyin ütü sənin başına dəysin. Qız şoka düşür ki, bu nə danışır, nə ütü, nə başına dəysin. Hər şeyi bu insan zehnində qurdu, onunla sevgili də oldu, evləndi də, boşandı da, dalaşdı da və qızın da heç nədən xəbəri yoxdur. Bax, dəvət zamanı o qabaqcadan düşüncələr ki var, oxşuyur buna. Biz o insanın yerinə o qədər fikirlər yürüdürük, o qədər şeylər düşünürük ki, bəlkə də o insanın ehtiyacı var bizim dəvətimizə. Amma biz öz beynimizdə qurduqlarımıza görə o insanı bundan məhrum edirik. Amma yadınızda bir dəfə mən dəvət mövzusunda bu cümləni işlətmişdim. Görüm kimin yadındadır. Demişdim ki, əgər o insanın Allah ona nəsib eləyirsə ki, bu biznes sayəsində, bu şirkətin sayəsində öz həyatını dəyişsin. Siz bunu eləməsəz, bir başqası eləyəcək. Çünki onun qismətində var bu. Başqası eləyəcək.
Çünki o insanın buna ləyaqəti var. Allah ona nəsib eləyib ki, gəlsin bu şirkətlə tanış olsun, sağlamlığını və gəlirini burada qursun, yaratsın. Siz eləməsəz başqası eləyəcək. Bundan %100 əmin ola bilərsiniz. Ona görə nə etməliyik? Öz, yəni qayıdıram söhbətimin əvvəlinə. Qorxu tam normal bir duyğudur. Amma bu duyğunu şişirtmək, böyütmək, nə bilim belə dəhşətli bir şeyə çevirmək bizim nəinki bu biznesdə ümumi həyatımıza mənfi təsir edən bir faktora çevrilir. Yəni biz baxın hər şey ilkində insanda qorxu və həyəcanın olması tam normaldır. Hamı ilk dəfə səhnəyə çıxanda həyəcan keçirdir. Bu həyəcan bir neçə dəfə davam eləyə bilər, bu normaldır. Və yaxud da ki, məsələn, bir idmançı düşünün, aylarla, bəlkə də illərlə məşqlər eləyir, hazırlaşır və ilk dəfə yarış mühitinə düşəndə ilk yarışda həyəcan keçirdir, qorxu keçirdir. Çünki tanış olmadığı bir mühitdir də. Bayaq dedim axı dəyişiklik insanı qorxudur. Çünki öyrəşdiyi o komfort zonasından çıxır. Çünki uğur komfort zonadan kənarlaşanda reallaşır, baş verir. Yəni nə vaxt ki biz öz komfort zonamızı tərk eləyib özümüzə diskomfort yaradıb. Məsələn, e, baxın insan bu biznesə gələndən sonra məqsədi olan insanlar heç vaxt heç də öz ürəyi istədiyi şeyləri eləmir. Yaxşı. Bax məsələn mən tutaq ki utancaq idim. Özümdən danışıram da, heç qırağa getmirəm. Mən utancaq idim. E, ünsiyyətçil deyildim. Yəni insanlarla kommunikasiya yarada bilmirdim. Həyəcanlanırdım. Nə bilim, e, o bayaq sayırdım ha bir-bir rədd olunma duyğusu, nə bilim qəbul olunmamaq duyğusu. Birdən deyər ki, bu nə üzdü adamdır, nə bilim kimdir heç məni tanımır amma durub mənimlə danışır. Yəni bu duyğuları ki keçirdirdim və fikirləşirdim ki, mən niyə yaxınlaşmalıyam kiməsə. Amma xoşuma gəlməyən şeyləri eləməyə başladıkca məndə özgüvən yaranmağa başladı. Yəni qorxduğum şeylər ki var idi, xoşum gəlməyən şeylər ki var idi, mən onları eləməyə başladıkca, o qorxularımın üstünə getdikcə məndə artıq özgüvən yarandı. Bax mən həmişə deyirəm ki, mən bu biznesə gələndən sonra mən təkcə gəlir qurmadım, yəni gəlir qazanmadım, təkcə biznes qurmadım. İnsanın burada şəxsi inkişafı reallaşır, başa düşürsünüz? Yəni bizim burada yəni şəbəkəçilik xüsusiyyətləri ki var, bu mövzuda da bizim təlimimiz olub yeri gəlmişkən. Bu şəbəkəçi xüsusiyyətləri insana gəldikcə, insan bunu özünə aşıladıkca, insanda bir sizinə baş verir. Təkcə necə deyim, biznes quran bir adam obrazı yaranmır. Çox güclü bir xarakter yaranır. Yəni məqsəd nədir bilir, məqsədli yaşamaq necə olur onu öyrənir, bir gücə, iradəyə sahib olmağa başlayır. Məqsədli bərabərdir iradəli. Yəni məqsədi olan insanın başa düşür ki, məqsədinə asanlıqla çatmır. Çox çətin yollarla keçir. Xoşu gəlməyən şeylər eləyir bəzən. Bugünə qədər eləmədiyi şeyləri eləyir bəzən. Bugünə qədər əgər mən utancaq olmuşamsa, çəkinən olmuşamsa, yeni bir şeyləri eləməyə qorxan bir adam olmuşamsa və başa düşürəmsə, ağlım başıma gələndə başa düşürəmsə, belə olmaq mənə nə qazandırıb bugünə qədər? Heç nə. Nə əldə eləmişəm ki? Heç nə. Heç nə. Deməli, bugünə qədər əgər belə olmuşamsa, amma bugündən sonra mən məqsədlərim varsa, yeri gəlmişkən onu deyim ki, məqsədin nə olduğunu da mən bu biznesdə öyrənmişəm, bu komandada öyrənmişəm. Çünki mən arzularla, yəni elə bilirdim ki, arzular məqsəd deməkdir də elə. Amma arzuların başqa şey, məqsədin başqa şey olduğunu mən burada öyrənmişəm. Təbii ki, hər bir insanın xəyalları olur, arzuları olur. Uşaqlıqdan, gənclik dövründən, ta ki neçə yaş olur olsun, insanın həmişə arzuları, xəyalları olur da. Amma
Bu biznesə gələndən sonra bunun məsuliyyətini mən dərk eləmişəm. Bu biznesə qədər fikirləşmişəm ki, hər şey Allahlıqdır da. Allah məsləhət bilsə, mənə bu arzuladığım bu şeyi verəcək. Belə düşünmüşəm. Amma bu biznesə gələndən sonra şəbəkəçilik nədir? Şəbəkəçilik məktəbini keçəndən sonra, buranın məzunu olandan sonra başa düşmüşəm ki, heç də həmişə hər şeyi Allahın boynuna atmaq düzgün deyil. Allah deyir səndən hərəkət, məndən bərəkət. Sən halva halva deməklə ağız şirin olmur. Atalar sözüdür də. Bəzən o uşaq vaxtı bizə atalar sözlərini əzbərlədilər, amma onun mahiyyətini biz yaşa dolduqca başa düşürük. Yəni həqiqətən də halva halva deməklə ağız şirin olmur. Sən o halvanın hazırlanıb ərsəyə çıxması üçün gərək özün belə qollarını çirmələyib işə girişəsən, əgər halva istəyirsənsə. Yəni məqsədin nə olduğunu burada öyrəndim və o məqsədə çatmaq üçün özüm zəhmət çəkməliyəm, burada öyrəndim. Özüm bir iş görməliyəm, burada öyrəndim. Mən heç nə eləməyim, oturum ayağımı qoyum ayağımın üstünə, deyim ya Allah, görək nə edirsən, ver də, qurban olum sənə. Allah da versin, xeyir ola. Axı ədalətli deyil, biz axı deyirik ki, Allah adildir. Ədalətli deyil axı bir insan zəhmət çəksin, çalışsın, vurursun. Mən də oturum deyim ki, mənə göydən yağacaq. Bu düzgün deyil. Yəni bu biznesə qədər əgər belə düşünmüşəmsə, bunun yanlış bir şey olduğunu bu biznesə gələndən sonra başa düşmüşəmsə, deməli bugünə qədər eləmədiyim şeyləri eləməyə başlamalıydım. Yenə deyirəm, xoşum gəlməyən şeyləri də eləməyə, yəni məcbur idim. Yenə deyirəm, hamı məcbur deyil ha. Burada neçə nəfər var? Mən bilmirəm. Burada olanlar siz məcbur deyilsiniz bunları eləməyə. Bunu iradəli insanlar eləyir. Yəni məqsədli insanlar. Siz əgər bu şeyləri eləmək istəyirsinizsə, bu çətinliklərə sinə gərmək istəyirsinizsə, deməli siz güclü insanlarsınız. Deməli siz həqiqətən də məqsəd. Yəni dildə çox adam çox şey deyə bilər. Çox adam deyə bilər ki, mən bunu istəyirəm, mən belə istəyirəm, mən onu istəyirəm, mən istəyirəm filan yerdə evim olsun, filan nə bilim bu qədər pulum olsun, uşağım yaxşı yerlərdə oxusun, nə bilim insanlara yaxşılıqlar eləyim, əl tutum kasıblara, bunu eləyim, onu eləyim, Allah yolunda işlər görüm, boş söhbətdir. Hərəkət eləməyən adam boş-boş danışmaq, yəni nə özünə, nə başqasına faydası var belə olanların. Boğazım qurudu. Yəni sözümün canı, söhbətimizi biraz toparlayım. Sözümün canı budur ki, hər bir şeyi mən ki bu biznesdə gəldim, öyrəndim. Məqsədli olmağı, məqsədlə yaşamağı, məsuliyyət hiss eləməyi və özüm iş görməyi, bunların hamısını başa düşdüm. Və başa düşdüm ki, bugünə qədər tənbəllik, qorxaqlıq, çəkingənlik, bu şeylər məni geridə saxlayıbsa, bunlardır da maneə. Yəni kör-kör gör-gör. Bu şeylər maneədir mənə. Mən utancaq olub bugünə kimi nə etmişəm, özümə ya da kimə nə faydam olub? Bugün deməli mən onu qoymalıyam kənara. Bunu buradan kəsdim. Sonra keçirəm növbəti bir duyğu mənə baryer kimi belə bir hasar, divar. Elə bir ki, dəmirdən bir divarlar idi da. Biri var daşdan olur, onu çəkiclə, zadla bir şeylə vurursan, yıxırsan, aşırsan, keçirsən. Bir də var ki, dəmirdəndir, sən ha eləyirsən alınmır. Onun içində, o mübarizə insanın içində gedir. Həqiqətən də şəbəkəçi kimi yetişmək insana elə bir daxili güc verir ki, sən bütün çətinliklərə sinə gəlirsən də, heç bir şey səni qorxutmur. Elə bir ki, bir dağ kimi insan özünü hiss eləyir. Heç bir çətinlik insanı qorxutmur həyatda. Çünki insan, baxın, Allah rəhmət eləsin, Hacı Şahinin xütbələrində mən o fikri çox, yəni diqqətimi çəkir ki, bir təəccüblənirəm o, yəni bu Hacı Şahin özü demir bu sözü, yəni hədislərdən deyir ki, təəccüb edirəm ki, o insanlara ki, deyir, o insanlar bu dünyada rahatlıq axtarır. Hansı ki, Allah onu yaratmayıb bu dünyada. Yəni biz çətinlik, onsuz da çətin bir həyatda yaşayırıq və bu biznesdə kimsə deyəndə ki, çətin idi, məndə alınmadı filan deyəndə mən o insanlarla danışıram ki, həyat da çətindir də. Onda get özünü at
körpüdən aşağı ki, çətindir mən yaşaya bilmirəm, yıxılım ölüm. Qıymayacaqsan axı canıva. Yəni gərək baş gedə ki, onda o intihar eləyənlər onu da eləyir də intiharı. Amma çətinlikdən qorxub çətinliyə sığınmaq bu gülüncdür. Təsəvvür edin ki, e, indi aktual məsələdir də, hər yerdə yağış yağır. Sən də gedib girmisən bir dənə yerə ki, hansı ki onun da patoloqu qırıq sökükdür, oradan da onsuz da yağır. Deyirsən ki, heç olmasa burada dayanım da mən. Fərqi yoxdur, hər yerdən yağacaq da onsuz da sənin başına. Yəni hər yer onsuz da çətinlikdir, hər yerdə onsuz narahatlıqlar var. Sən özünü narahat eləməsən, sonra rahatlıq tapmayacaqsan. Onsuz da tapmayacaqsan. Nə maddi, nə mənəvi, nə psixoloji. Gərək insan özünə, yəni müəyyən çətinliklərlə üzləşdirsin. Təkcə ona görə yox, yəni burada təkcə hər şey pul qazanmaqdan getmir. O günkü tədbirdə gördünüz, səhnəyə çıxıblar, belə düzülüblər, maşallah buradan o yana. Yəni təkcə o uğurlardan getmir söhbət. Söhbət sizin özünüzün bir şəxsiyyət kimi inkişafınızdan, yetişməyinizdən gedir ki, çətinlikdən qorxmaq, qorxudan qorxmaq bu insanı həyatda heç yerə aparası deyil. Amma qorxunun üstünə gedəndə, baxın görmüsünüz, bir dənə video çıxmışdı qabağıma, bəlkə də çoxunuz görmüsünüz TikTokda, Instagramda. Bir uşaqdır, qaz düşür uşağın dacı, balaca uşaqdır, 1 yaş, 2 yaş ancaq olar, təzə yeriyən uşaqdır. Qaz düşür uşağın dacı, uşaq da qaçır, durmadan qaçır. Sonra dönür, tutur belə qazın boğazından, belə tutur əlində, üzü o tərəfə gedir də. Qaz axır güc bəla ilə bunun əlindən buraxıb qaçır. Sürətlə qaçır da uşaqdan uzaqlaşır. Yəni buna oxşuyur bizim qorxulardan qorxub qaçmağımız. O, qaçan qovalanar misalıdır da. Yəni biz qaçsaq ondan, o bizim dalımızca qaçıb bizi qovalayacaq. Amma üstünə getsək, çətini bir dəfədir. İnanın mənə ki, bir dəfədir, uzağı 2 dəfədir. Bax ilk artıq məsələn 1 ildir, 3 aydır, 5 aydır, 5 ildir, nə bilim aramızda müəyyən bir müddət olanlar var da. İndi sorursam hamınız deyəcəksiniz ki, ilk dəfə video çəkəndə həyəcanlanmışam. Düzdür? Ürək döyüntülər tup belə olur. Nə bilim, ilk dəfə çıxıb səhnədə bir şey danışanda, hansısa bir məhsul haqqında, hansısa bir, nə bilim, nəticəm haqqında danışanda həyəcanlanmışam. Bəlkə bu bir yox, bir neçə dəfə baş verib. Düzdür? Və yaxud da ilk dəfə TikTokda canlı açanlarımız var. İlk dəfə TikTokda danışanda hər şeyin ilki həyəcan verici və çətin olur da. Amma bir dəfəni, 2 dəfəni eləyəndən sonra görürsünüz, adiləşir. Adiləşir. Bu biznesə gəlmək, bu biznesdə davam eləmək, bu biznesdə dəvət eləmək və buna oxşuyur. Çətini bir dəfə, 2 dəfə eləyincədir. Siz bunu o qədər eləməmisiniz ki, ona görə sizə çətin gəlir. Yəni bunu o qədər eləmək lazımdır ki, bu adi hala çevrilsin. Məsələn, gün ərzində öz qarşıma məqsəd qoy ki, mən 5 nəfərlə danışacağam. Bu 5 nəfərdən heç olmasa ikisini dəvət eləyəcəm. Bu günə, yaxud da sabaha və yaxud da biri günə vaxt danışacağam. Sən qabaqcadan gərək gözləməyəsən ki, bu 5 nəfərin 5 də deyəcək ki, hə, nə yaxşı. Yəni bunu başa düşün ki, cəmaət belə startda durub bizi gözləmir ki, biz onu dəvət eləyək öz şirkətimizlə tanış eləməyə. Elə hazır qaça-qaça gəlsinlər ki, hə, gəlirəm, nə yaxşı, elə bunu gözləyirdim. Belələri də olacaq. Bizə hə deyənlər də olacaq, bizə yox deyənlər də olacaq. Hə deyənlər nə yaxşı. Gələcəyə qoşulacaq olacaq bizim komandamızın bir üzvü. Yox deyənlər özlərinə yox deyir, sizə yox, mənə yox. Özünə yox deyir. Yox deyənlərlə də düşmən olmaq lazım deyil. Ola bilər ki, onun həyatının bu periodunda ona ya başa düşmədi, ya ona çatmadı, ya nə bilim, yəni yenə deyirəm, onun qismətində varsa o yenə fırlanıb gələcək. Gəlib yenə özü sizə çatacaq. Amma gözləyənlər ki, həmişə var, deməli bizim həmişə işimiz var. Biz həmişə dəvət eləməliyik. Mənim komandamda bir qız var idi, Səbiş tanıyır onu. Səbişin komandasındaydı. Deməli, qrupa hər dəfə biraz belə tanınmış adam idi. Nə mənada tanınmış? Belə bir çox ortamlarda olub da. Ona görə deyirdi ki, hər dəfə qrupa deyir, yeni bir adam qoşanda, məsələn, yazırsınız, filan kəs xoş gəldin qrupa. Mən deyir, ürəyim yerindən çıxır ki, ay ola, birdən mənim tanıdıqlarımdan kimsə olar, kimsə məni qabaqlamış olar da, o adama məlumat vermiş olar. Yəni, siz sakit otursaz, nə isə gözləsəz, heç nə eləməsəz, bilin ki, sizin, necə deyim, ən yaxınınızda olan adamı bayaq da dedim,
Bir başqası artıq qeydiyyat da eləyib, nə bilim, dəvət də eləyib. Mənim öz komandamda belə bir şey olub, ana bala. Deməli, qız mənim komandamdadır. Artıq neçə illik mənim aktiv müştərimdir, aktiv müştərimdir. Hər dəfə gəlir, alış-verişlər eləyir. Anasını, bu günə qədər anasına heç bir məlumat verməyib. Düzdür, məhsullardan bir ikisini hədiyyə eləyib, amma məlumat vermədən hədiyyə eləyib. Ana da yaşlı adamdır da. Ananın da yaxın bir rəfiqəsi, iş yoldaşı, neçə illik rəfiqəsi dəvət eləyir bu şirkətə, qeydiyyat eləyir. Və günlərin bir günü qız mənə deyir ki, bəs anam da olar gəlib bizim ofisdən alış-veriş eləsin. Deyirəm ki, niyə olmur ki, başa düşmədim. Nəsə şübhələndim sözündən. Dedim, necə yəni? Dedi, anamı iş yoldaşı qeydiyyat eləyib. Dedim, salam eləyik. Bəs sən 3 ildir mənim komandamdasan. Bu günə qədər sən anava bu şirkətin Siberian Wellness-ın heç olmasa S hərfi haqqında məlumat vermirsən, yoxsa yox? Deyir, yox, prosta belə məhsullardan bir ikisini belə hədiyyə eləmişəm. İşte bu qədər. Başqa heç bir məlumat verməmişəm. Dedim, onda hətta anası ilə durdu gəldi. Anası deyir ki, qızım, pərt olmuşam, deyir mən. Mənim öz qızım səndimə buradaymış. Mən qızımı qoyub deyib başqa komandaya qoşulmuşam. Dedim, hətta dedilər ki, yəni bu dəqiqə kompaniyaya müraciət olunsa, o adam, çünki birinci qız qeydiyyat olub axı, ailə üzvlərinə görə onu avtomatik çıxardıb qızın qoluna qeydiyyat eləyəcək də kompaniya, kompaniyanın belə bir qanuna uyğunluğu var. Mən dedim ki, yox, mən razı deyiləm. Niyə razı deyiləm? Ona görə ki, qız zəhmət çəkməyib axı, amma o adam ona görə nə boyda informasiya verib. Qız heç nə deməyib anasına. Bu qızın günahıdır. Qız orada utancaq, xəcalətli idi, ana orada pərt vəziyyətdə idi. Düzdür, sonradan özü öz xoşu ilə gəldi, o başqa məsələ, amma yəni olmuş bir şey danışıram sizə. Ona görə insanların yerinə fikir yürütmədən, vaxt itirmədən, qorxularınızın arxasında gizlənmədən iş görün, dəvət edin. Çünki siz əgər gəlmisinizsə bu biznesa, başa düşün ki, bu biznes, şəbəkə biznesi rekruting üzərində qurulur, dəvət üzərində qurulur. Yoxsa sən gəl, mən gəl bir-birimizin üzünə baxaq, hə, nə olsun? Dəvət olmasa inkişafdan söhbət gedə bilməz. Təsəvvür edin ki, bu şirkət 96-cı ildə yarananda Siberian Wellness dünyasında bir dənə Tatyana Qaraxovskaya var idi. Başqa kimsə var idi. 96-cı ildə Aynur, sən bilərdin ki, nə vaxtsa 2000 falanıncı ildə bu şirkətə qoşulmuş olacaqsan və bu şirkətin bir üzvü olacaqsan. Yox, hardan biləsən? Amma o şirkəti quranda Tatyana bilirdi ki, bir gün gələcək, dünyanın müxtəlif ölkələrindən yüzlərlə, minlərlə insan onun komandasında olacaq. Buna inanaraq bu şirkəti qurdu və başladı dəvətlər eləməyə. Və bugün onun şirkəti dünyanın 65 ölkəsində liderlik eləyir. Elə belə bir şey deyil bu. Çox güclü bir qadındır. Özdə hamınızın maşallah kifayət qədər yaşınız var. Yetkin bir yaş mərhələsindəsiz. 19-20 yaşında gənc bir qızdan söhbət gedir. Bu şirkəti qurdu, bir nəfər idi, bir nəfər. İndi görün nələr edir o insan. Yəni, baxın, mən bir video paylaşmışdım, qrupda da paylaşdım ki, bu mövzu ətrafında danışacaq. O videoda da bir söz işlədirəm ki, 30 il dünya bazarında olan, dünyanın 65 ölkəsində məhsulları aktual olan bir şirkətdən gedir söhbət. Yəni, bir şirkət ki, yəni mən bunun məhsulları ilə həm sağlamlığımı, həm gözəlliyimi təmin eləmiş oluram, həm öz gəlirimi burada yaradıram. Mən nədən qorxmalıyam? Mən nədən çəkinməliyəm o insanları dəvət eləyəndə? Pis bir şeyə çağırıram ki, mən belə qorxum, gizlənim, belə səsimdə əsə-əsə deyim. Ürəkli olmaq lazımdır sadəcə. Ürəklə, emosiya ilə, enerji ilə danışmaq lazımdır. Bir dəfə Səbiş idi, səhv eləmirəmsə demişdi ki, mən qəsdən deyir, o düşüncənin gücü təlimindən sonra olmuşdu deyəsən, Fuad müəllimin. Deyir, o qabaqcadan özümü deyir, necə deyim, hazırladım da ki, bir məsələn görüşə gedəndə əvvəlcədən proqramlayacağam onu beynimdə ki, bu adam qoşulacaq, nə bilim belə
Dövriyyələr eləyəcək, belə aktiv olacaq, belə olacaq, elə olacaq. Və birini deyir qəsdən deyir, yəni iki dənə eksperiment kimi də. Birini də deyir fikirləşdim ki, alınmayacaq. Qabaqcadan inamsız yanaşdım. Həqiqətən də deyir, necə düşünmüşdüm, elə də oldu. Həqiqətən də belə olur. Biz necə düşünsək, bizim həyatımız da o şəkildə irəliləyir. Ona görə də birinci buranı düzəltmək lazımdır. Biz niyə deyirik ki, bizim işimiz düşüncə işidir? Birinci buranı düzəltmək lazımdır. Buranı düzəltsək, qabaqcadan başa düşsəm ki, mən sadəcə olaraq dəvət eləməliyəm. Sadəcə olaraq informasiya verməliyəm. Və bunu doğru, düzgün enerji ilə eləməliyəm. Başdan soldu yox da, yəni elə prosta dəvət eləməliyəm deyə eləyim yox. Ürəklə. Məqsədimiz nədir dəvət eləməkdə? Yaxşı bir şeyə çağırırıq da insanları. Deyirik ki, ay insan, ay mənim əzizim, ay mənim bacım, dostum, qardaşım. Gəl mən sənə elə bir şey təklif edirəm ki, sən burada öz sağlamlığını quracaqsan. Sağlamlığını təmin eləyəcəksən. Mən sənə elə bir şey təklif edirəm ki, mən görürəm də gözümün qabağındasan, görürəm nə əziyyətlər çəkirsən. Bu maaşdan o maaşı gücdən çatdırırsan, borc xərc tökülür ətəyindən. Gəl mən sənə kömək eləyəcəm ki, həyatın düzəlsin. Pis bir şeyə çağırıram. O Vüqar müəllimin bir yaxşı sözü var, deyir, namaza dəvət elində necə çağırırıq insanları? Bilirik ki, ürəklə çağırırıq da, bilirik ki, yaxşı bir şeyə çağırırıq. Hansı ki, onun dünyasını da abad eləyəcək, axirətini də qurtaracaq bir şeyə çağırırıq da, düzdür? Və sonda niyə biz deyir, bu biznesa dəvət eləyəndə qorxmalıyıq? Axı, yaxşı bir şey eləyirik. Yaxşı bir şey eləyirik. Belə, əsas demək istədiyim şeyləri dedim. Kimin sualı varsa mövzumuza dair suallarını verə bilər. Çətinlik çəkdiyiniz bir məqam varsa, mikrofonu açıb, xahiş edirəm, mikrofonu açın, sosiallaşın, qarışın bizə. Mikrofonu açaraq suallarınızı mövzumuza dair verə bilərsiniz. Və bayaq dediyim məsələni kim ki, yəni o duyğular ki olur, adını düzgün ifadə eləyə bilmədiyimiz duyğular, hansı ki o sizi dəvət zamanı saxlayır. Qısa olaraq onlara da toxuna bilərsiniz ki, amma xahiş edirəm qısa da, yəni çox uzatmadan toxuna bilərsiniz ki, yəni biz o məqamları da aydınlaşdıra bilərik, təhlil edə bilərik. Hə, eşidirəm. Mənim danışdıqlarımı fikir baxırsınız. Axşamınız xeyir olsun. Axşamı. Deməli, o qədər gözəl, yəni saatlarla qulaq asası bir mövzudur. Üzürlü sayın. Hə, doğrudan o qədər, yəni saatlarla qulaq assam da belə, adam doymayacaq qədər bir mövzudur. Mən nəyə toxunmaq istəyirəm? Aydan xanım, çox şanslıyam ki, bu komandadayım. Niyə görə? Mən bu günləri bir mövzu haqqında sizə danışdım. Mənə bir zəng gəldi Samirə xanım haqqında. İndi açıqlamayacağam. Doğrudan da o xanım orada belə bir söz işlətdi ki, dedi Aynur xanım, siz dedi o qədər hər tərəfli, savadlıcasına, ətraflı, insanların başa düşəcəyi qədər, insanların ürəyini oxuyacaq qədər deyir, canını deyir, o qədər deyir, doğru düzgün aparırsınız ki, mən sizin deyir, o danışığınıza görə deyir, mən deyir, sizə geri dönüş elədim. Baxın dostlar, bunların olması nədən asılıdır? Bizim liderlərimizdən. Bizim liderlərimizin bizə ötürdüyü informasiyalar. Aydan xanım gözəl söylədiyi, bizim etdiyimiz nədir? İnformasiya. Doğru, düzgün informasiya. İnsanlara, yəni sözləri doğru düzgün çatdırmaq. Zaten şirkət özünü reklam edir. Ehtiyac yoxdur reklamına. İnanın ehtiyac yoxdur. Yəni
Reklam olsaydı 3 gün, 5 gün, 1 il, 2 il olardı. Şirkət artıq, yəni 65 ölkədən çox ölkədədirsə, deməli reklama ehtiyac yoxdur. Deməli nə etmək lazımdır? Məhsullar haqqında daha ətraflı, dolğun və bizim böyüklərimizin, liderlərimizin, mütəxəssislərimizin tökdüklərini yığmaq lazımdır. E, və bayaqları çox gözəl bir söz dediniz, Aydan xanım, ana-bala məsələsi. Mən bu günləri elə bir şey, haqqında bir məsəl dedim. Baxın, bacı şirkətdə qeydiyyat ola-ola qardaşa dəvət eləməmişdi. Bu günləri qardaş mənə qeydiyyat olundu. Halbuki mən ona dönə-dönə söylədim ki, İnqilab bəy, baxın ha, sizin bacınız bu şirkətdədir. Doğru düzgün deyil mənə qeydiyyat olunmağınız. Dedi, Aynur xanım, mən istəyirəm, siz mənim məsləhətçim olasınız. Yaşlı bir kişidir. Siz deyir, yəni dolğun deyir, məlumat verirsiniz mənə. Və bacı ola-ola gəlib mənə qeydiyyat olunmağı. Bu nəyin nəticəsidir? Yəni, bunları deməkdə məqsədim budur ki, belə deyim, özümü tərifləmək də istəmirəm. Məqsədim budur ki, istəyir Vüqar müəllimin, istəyir Fuad müəllimin, istəyir Aydan xanımın, istəyir Elxan müəllimin bizə tökdüklərini yığmağımızdır. Və mən, bir də mənim xoşbəxtçiliyim oradadır ki, mən menecer işləyib, Allah razı olsun Fuad müəllimdən, boşluq olan kimi mənə bu biznesin çox şeylərini yazdırmağı və onları da bu günləri mən nə edirəm, insanlara çatdırıram. Və çox da doğrudan da xoşbəxtəm ki, nə yaxşı ki, bu cür komandadayam. Nə yaxşı ki, mən sizlərlənəm. Nə yaxşı ki, belə deyim də, yəni Allah eləməsin, iraq olsun, aldadıcı bir qrupda deyiləm. Böyük bir komanda, yəni aldadıcı bir komandada deyiləm. Yəni mən buna şükür edirəm. Başda Vüqar müəllim olmaqla bütün bəy mütəxəssislərimiz və Aydan xanıma həqiqətən çox təşəkkürümü bildirirəm ki, bizləri bu cür yetişdiriblər. Belə. Axşamınız xeyir olsun. Güclü və gözəl komanda. Hər zaman ürəyimdən gəlir bu sözü deyirəm. Öz doğum günümdə çıxış elədim. Çox da gözəl çıxış elədim, onu bildim. Çünki ürəkdən gələn sözlərim oldu. Rəhbərlərimizlə, komandamızla fəxr edirəm. Həqiqətən. Həm diqqətdə, həm savadda, həm ağılda, həm namazda, hər bir bilikdə, hər bir şeydə tam-tamına dörd-dörtlükdür. Baxın, onu deyim sizə. Çünki belə deyim də, necə yanaşım? 2 həftə təlimləri başqa bir komanda ilə apardıq. Onların Zoom qrupunda da oldum. Ondan sonra hər bir adətlərinə baxdım. Tamamilə başqa. Tamamilə başqa. Maşallah olsun, dərəcə olaraq ən aşağımız belə çox gözəl bilir. Həm qabiliyyəti, həm qanacağı, həm savadı, həm danışığı. Mən deyir, belə deyim də, tərəzinin birinə az, birinə çox. O deyir, pis olmasa yaxşının qədrini bilməzlər. Bu məsələ var və mən həmin anı vurğuladım burada. Nəyi demək istəyirəm? Həqiqətən də bu dəvətdir, hər bir şey bizim təlimlərimizdən asılıdır. Mən də anlatıram, bəli, doğmasından tamamilə indi mövzunu Aynur açdı deyə ona görə atıram. Mənə də doğmasından, bibisindən birbaşa qardaşı qızı mənə qeydiyyat olub. Etmir deyir, mən xoşuma gələn deyir, məlumat vermir. Bəli, ən yaxın padurqasına münasibəti olan bir xanımla tam olaraq hətta balansından pulu atdırdı ki, o balansdan çıxart, bu balansa at. Yəni, mən istəmirəm ki, yəni, onunla davam edəm. Baxın, o dərəcədə bizə gələn var. Yəni, nədən? Bildiklərimi, Aydan xanım bir söz dedi, və utandığımdan danışa bilmirdim. Mən də həm utancaq, həm həyəcan. O qədər məni baskı formasında edirdi. Əsas odur ki, keçdiniz də onları. Yəni o bariyerləri aşdınız da. Yəni baxın mənim dediyim məsələ bu idi ki, yəni o birinci dəfə canlı açanda, tutaq ki, birinci dəfə video çəkəndə o duyğuları ki keçirtmişsiniz, o bariyerləri aşa bildiniz. Bəli, bəli. Bu günlərim sözümüzə qüvvət. Yəni olur da, mümkündür bu, düzdür. Biri var məsələn təkcə mən bayaqdan deyirəm ki, məsələn mən keçdim. Bir dənə mən
Bir dənə məsələn Aynur danışır ki, mən də keçə bilmişəm. Sevinç deyir ki, mən də keçə bilmişəm. Və dindirsək, məsələn, bəlkə hamı deyər ki, bayaq burada gördüm Qızqayıt xanım yazmışdı ki, e, çəkinirdim, məsələn, müəyyən şeylərim var idi. Artıq şükürlər olsun ki, onu yenmişəm. Yəni həqiqətən də insan ə, yenə deyirəm, hər şey birincisi çətin olur. Birinci dəfə eləyəndə görürsən ki, alınırsan ki, bu alındı. Deməli mümkün imiş. Bunu eləmək mümkün imiş. Hə. Aydan sözünüzü Bunu bildirəm. elədim, növbəti dəfə artıq o biri çətinlik ki, insan bilsən, mən həmişə deyirəm ki, biz özümüzün həkimiyik əslində. Özümüzün psixoloqu olmalıyıq. Mən özüm bilirəm də mənim içimdə hansı proseslər gedir. Və mən bilirəm ki, bu şeylər biraz da dəstək olanda, yəni daha professional bir baxış olanda, indi mən belə vəziyyətdəyim. Rəhbər dəstəyi ilə də insan özündə görmədiyi şeyləri də onun vasitəsilə görür. Deyir, hə, bu da maneədirsə, deməli indi bunu keçməliyəm. Hər dəfə bir dəfə o bizə mane olan o problemləri aşdıqca, o divarları keçdikcə biz artıq bacarırıq. Və bu gün əgər dəvət zamanı sizin bir çətinliyiniz yoxdursa, onda günü sabahdan başlayırsınız qəşəng-qəşəng dəvətlər eləməyə. Onda görüm ki, bu prosta sözdədirmi, yoxsa əməldə də özünü göstərirmi? Mən indi görəcəm. Öz komandamı deyirəm də. Xanım, sözünüzə qüvvət deyirəm. Video çəkəndə çox 5 dənəsini, 10 dənəsini, neçə dənə seans keçirdi. Bir axlarım gəldim, tez bir zamanda çəkiliş etdim. Bir nəfəsə, bir seansa getdi. Bir də keçən dəfə Adilə bacı da gördü. Axşam tərəfi gücə artıq qaraciyər proqramı haqqında məlumat verəcəydim, video çəkəcəydim. Həmin dəqiqə gəldim. Elxan əmi də dedi ki, votovotdur, bağlayacağıq ofisi. Tam heç 2 dəqiqə, 3 dəqiqə çəkmədim. Məhsulları yığdım, videonu çəkdim, göndərdim. Adilə bacı qayıtdı dedi ki, professional belədir də. İrəliləyiş ora. Artıq qıraqdan mən o xoş söz gələndə həqiqətən ücək bilirəm ki, etmişəm, edirəm. Artıq düzəlib. Bax, video çəkməyi deyirsən, yadıma düşür ki, Vüqar müəllim burdadır da, indi dinləyir. Yadındadır, Vüqar müəllim heç vaxt unuda bilməz onu. Çünki Vüqar müəllimlə Fuad müəllimi göndərdim ki, siz gedin gəzin. Ofisdə qalım tək, nə var, Aydan video çəkəcək. Kişinin qızı video çəkəcək. Çıxardırdı bunlar da gedirdi, gəzirdilər. 1 saat, saat yarım, nə bilim, nə qədər bacardılar, gəzib fırlanıb gəlirdilər. Gəlirdilər ki, video çəkdin? Deyirəm, yox. Niyə? Deyirəm, ofisə adam girdi, saxladım yarımçıq, fisioda getdi hamısı. Yəni, haçansa bir dənə videonu ərsəyə gətirmək üçün o qədər stres keçirdirdim ki, bilsiz problem nə idi? Qəşəng danışım, mükəmməlliyətçilik. Yəni, onu qabaqcadan düşünürdüm deyə, Səbiş bilir də. İstədiyim kimi alınmırdı deyə, bəlkə mən 10 dənə, 20 dənə, 30 dənə videonu silməli olurdum. Bugün mən video çəkməyim bilirsiniz nədir? Qapıdan çıxıram, ofisi bağlamaq, hər yeri söndürmüşəm, qapıları zada bağlamışam, çıxmaq istəyirəm. İşığı da söndürürəm hətta, bir də görsən. Birdən bir dənə ideya gəlir ağlıma. Deyirəm, bir dənə tez çəkim. 2 dəqiqə lazımdır mənə. Videonu çəkirəm, tap, vsyo. Ondan sonra çıxıram ofisdən. Bax, dünən evə gəlmişəm, evdə işlərim var. Hətta gördüm yemək azdır, yemək də hazırlamalıyam. Amma evləri də yığışdırmalıyam, başqa işlərim də var. Ağlıma ideya gəlib ki, mən video çəkmək istəyirəm. Nə çəkmək istəyirəm? Axşam rutinimi, axşam evə gələndən sonra mən hansı işləri görürəmsə, mən onu çəkəcəm. Üzümü necə yuyuram, nə bilim, hansı vasitələrdən istifadə edirəm, yemək yedim, sonra hansı qida əlavələrimi içirəm. Bir dənə belə bir video çəkdim. İndi inşallah bugün paylaşacağam onu TikTok'da. İşim orada tökülüb qalıb, amma ideya gəlib deyə mən onu sırazı eləməliydim. Bir də yazdım ki, Fuad müəllimə, hardasız? Dedi, 10 dəqiqə, 15 dəqiqə çatırıq. 15 dəqiqə üçün tez bazar yeməyi də pişirdim. Deyir, nə əcəb, sən bayaqdan gələcək, deyirəm, bayaqdan mən video çəkirəm. Yəni, o ideya gəldi, mən onu saxlamadım. İdeya gələn kimi gərək o enerjinin dərhal eləyəsiz. Sonraya qalanda inanın ki, qalır. Bax, məsələn, mən onu sonraya saxlamışdım. Bir dəfə çoxdan gəlmişdi bu ideya mənə. Amma dedim ki, sonra çəkərəm. O sonra gəlib dünənə təsadüf elədi. Bəlkə üstündən bir 2-3 ay keçib. Yəni, gələn kimi onu dərhal eləmək lazımdır. Videoda gəldi, çək. Demirəm, elə nə gəldi ağzınıza gələn danışın. Lazımı da, yəni, lazımi məqamları vurğuladınızsa, fisyo. Hər şeyin ilki çox çətin olur. Yəni, o ilkini keçdiniz, fisyo, day sizə ölüm yoxdur. Məcazi mənada da. Belə.
Başqa sualı olan var? Nə oldu? Hamı bu mövzunu israrla istəyirdi ki, bu mövzudan danışaq, bu mövzudan danışaq. Deyir, hə, danışdıq. İndi sual gəlsin də. Mövzuya aydanma, xahiş edirəm, antiparasitlər proqramı soruşmayın. Axşamınız xeyir olsun. Axşamı xeyir olsun. Mən də bir iki kəlmə deyim. Əvvəllər məndə də misal üçün mən düşünə də bilməzdim ki, mən dəvət eləyim özüm tək başına, rəhbərim olmasın yanımda. Amma müəyyən belə deyək də, gördüm ki, çatmışam da müəyyən etapa onu özüm də eləyə bilərəm. Və güc toparladım, dedim yox, dəvət eləyəcəm. Bir gün çağırdım, yəni bir dəvət etdiyim valideyn var idi, çağırdım onu, dəvət etdim. Getdik, oturduq, danışdıq, prezentasiya elədim ona. Yəni tam rahatlıqla prezentasiyanı da elədim. Düzdür, qoşuldu da həm də valideyn. Və yəni mən hiss elədim ki, yəni tək başına özüm də bunu eləyə bilirəm. Və yeri gələndə belə deyək də lazımı olan məlumatları, hər şey, yəni mən hiss eləyirəm ki, artıq belə deyək də, necə deyib, sevan bir söz olmasın, püxtələşmişəm də, yəni mən onu özüm rahat eləyə bilərəm. Amma vaxt var idi, mən də fikirləşirdim ki, yox, mən necə eləyim, qoy çağırım, elə rəhbərim eləsin, nastavnikim eləsin. Doğrudan da o qorxu olur, həyəcan olur, deyirsən ki, hə, dəvət etdiyin günü gəlir, momenti gəlir, saatı gəlir, fikirləşirsən, ayda, həyəcan başlayır, bir təhər adam olur həyəcan basmağa. Amma sonra momenti gəlib çatanda sakitləşirsən və hər şey keçəndən sonra daha da rahat olursan. Artıq fikirləşirsən ki, yəni mən bunu etdim. Doğrudan da adam rahatlaşır. O qorxunun üstünə gedəndə, bəli. Baxın, adicə qızlar həmişə məsələn proqram yazanda mənə göstərirlər. Daha doğrusu birinci məsələn kimisə konsultasiya eləyiblər, mənə atırdılar ki, buna nə yazaq? Mən deyirdim əvvəllərdə. Sonradan dedim ki, mən nə vaxta kimi mən deyəcəm də sizə. Siz özünüz eləməlisiniz bunu. Ondan sonra dedim siz yazın, mən baxacağam. Yazırdılar, müəyyən bir vaxtlarda ehtiyac olurdusa, məsələn korreksiya edirdim, nəyisə çıxardırdım və yaxud da nəyisə əlavə edirdim. Müəyyən bir vaxt da keçəndən sonra indi məsələn Sevinç özü elə olub ki, məsələn, mənə deyib, demişəm ki, yox, Sevinç, mən başqa görüşüm var da, mənə, yəni qabaqcadan deməlidir, deyir, məsələn, risk alındı, deyirəm, onda zəhmət çək, özün get. Özü gedib tək, öhdəsindən də gəlib, qəşəng, layiqincə, lazımı, nə işlər ladım, get, oradan ehtiyac olarsa mənə zəng vurarsan. Heç elə olub ki, zəng vurmayıb. Özü öz öhdəsindən gəlib, qəşəng, rahatlıqla. Yəni, başa düşmək lazımdır ki, rəhbər də müəyyən bir vaxta qədər sənə kömək eləməlidir. Niyə deyirik 90 gün, 3 ay? Rəhbər partnyorla düzdür, nəzarəti, dəstəyi həmişə olacaq, olmalıdır. Günü bu günə qədər mən rəhbərlərimin yəni lazım olanda ehtiyac duyuram və köməyinə də yəni müraciət də eləyirəm. Bu normaldır. Müəyyən bir vaxtdadır. Amma il uzunu rəhbər sənin işlərini görsün. Yəni hər hansısa, məsələn, bir də görsən ki, bizim qızlara məsələn bir kişi müraciət edir, deyir ki, kişi mütəxəssis. Bilirsiniz nə var? Heç tutaq ki, bizim biznesimizdə, bizim rəhbərlərimizdə, məsələn, mütəxəssislərin içində kişi olmayardı. Onda nə olardı? O kişi qadınlar komandası var, edirəm. Orada kişilər müraciət edəndə nə edirlər onlar? Özləri yazmırlar proqramı. Bəsdir də əl çəkin bizim bu kişilərdən deyirəm. Bizim bu rəhbərlərdən. Yəni başa düşün ki, rəhbər də bir yerə qədər kömək eləyə bilər sizə. Eləməlidir də bir yerə qədər. Amma da bir vaxtdan sonra 1 ildir, 3 ildir, 5 ildir sən buradasansa, sən düzgün deyil ki, sən kiməsə müraciət eləyəsən. Bilirsən yolunu, konsultasiya eləməyi bilirsən, zəhmət çək, adam bu dəvət elə, özün məsuliyyəti öz boynuna götür. Rəhbər o demək deyil ki, sənin işini görməlidir. Sən öz işini görməlisən. İlk başda sənin rəhbərə ehtiyac duyursan ki, o sənə kömək eləsin. Necə olur? 3 ay deyirik ki, rəhbər partnyorla işləyir də. İndi mövzudan bir balaca çıxsaq da buna toxunmaq istəyirəm. Dinara dedi, xatırlatdı mənə o mövzunu ki, 3 ay rəhbər işləməlidir səndən. Birinci ayda 70% işi rəhbər görür, 30% sən görürsən. İkinci ayda 50-50 olur. Yarısını rəhbər eləyir, yarısını sən eləyirsən. Üçüncü ayda 70%-ni sən eləyirsən, 30%-ni rəhbər eləyir. Psyo! 4-cü ayda day sağ ol, əl çək rəhbərdən. Rəhbər, yəni
Çünki rəhbərin adamı təkcə sən deyilsən. Onun böyük komandası var, o digər nəfərlərlə də məşğul olmalıdır, yeni dəvətlər eləməlidir. Mən ancaq öz komandama deyim ki, siz dəvətlər eləyin, mən də oturum belə ayağımı qoyum ayağımın üstünə deyim, hə, siz işləyin, mən yeyim, mən qazanım. Yox. Birincisi rəhbər özü nümunə olmalıdır. Mənim komandam məsələn görür ki, mən özüm daimi olaraq mənə rəhbərlərim günü bu gün demir ki, video çək aydan. Mən özümün canımdadır o mənim. Mən video çəkirəm. Mənim komandam bunu görür. Mən dəvətlər eləyirəm, mənim komandam bunu görür. Mən master-klasslar keçirdirəm, nə bilim konsultasiyalar eləyirəm, proqramlar yazıram, qrupa nəticələr atıram, mənim komandam bunu görür. Mən işləmirəmsə, bu şeyləri eləmirəmsə, bunlar hardandır? Göydən düşmür ki. Düzdür? Deməli rəhbərin başqa adamları da var. Ona görə səni yetişdirib artıq, buraxıb sən işini görməlisən. Yenə deyirəm, təbii ki, rəhbərin nəzarəti, dəstəyi həmişə var, olacaqdır. Amma mənim yerimə rəhbərim kimisə konsultasiya eləsin, kiməsə proqram yazsın, onun nazını çəksin aylarla. Bu düzgün deyil, mənim əzizlərim. Çünki bu biznes sizin biznesinizdir. Sabah pulu qazananda heç kim rəhbərini aparıb vermir. Mənim rəhbərim məni bura dəvət eləyib, Allah ondan razı olsun. Mənim əlimi çörəyə çatdırıb, yolunu öyrədib, pul verirəm mən ona. Yox, özüm xərcləyirəm, Allah haqqı. Hərə özünədir. Bax, qlobal lider Şahnaz Əliyeva, o gün neçə ildir mən onu belə də qiyabi olaraq tanıyıram. Son bir neçə ayda daha yaxından tanıyıram. Şahnaz xanım ilk dəfə idi dilindən bizim ofisə gələndə və o gün səhnədə tədbirdə dedi ki, məni bura dəvət eləyən rəhbərim Mirvari Paşayeva təşəkkür edirəm. Dilindən ilk dəfə idi eşitdim də mən onu. Yəni onu dəvət eləyib bir insan. İndi gəlib o qlobal lider olub. Hansı ki Mirvari xanım özü saf bir liderdir. Yəni bu biznes hərə özü üçündür. Və ədalətli biznesdir. Kim necə işləyirsə, nə qədər işləyirsə o qazanır. Ona görə hərə öz məsuliyyətini öz boynuna götürməlidir və özü zəhməti özü çəkməlidir. Rəhbər də, nəinki rəhbər, komandanın digər üzvləri də mən həmişə deyirəm, bizim elə bir komandamız var ki, biz bir-birimizə həmişə dəstək olmuşuq. Elə şeylər var ki, mən Məlahət xanımdan öyrənmişəm. Məsələn, xalodla kontaktda mən həyəcanlanırdım, utanırdım, narahat idim, sıxılırdım. Mənə Məlahət xanım tuturduq, bir yerdə qəşəng çıxırdıq, adam bir-birinə baxır, ürəklənir də. Məsələn, master-klası mən Uma xanımla, Munira xanımla öyrənmişəm, bir yerdə eləmişik, onlar eləyəndə baxmışam. Belə-belə adam hərədən bir şey öyrənir də. Qəşəng satışda professionallığı Səlma xanımdan öyrənmişəm. Məsələn, bir dənə Nordic Omega almağa gələnə bir də görsən ki, 100 neçə manatlıq məhsul satır. Necə eləyir? Baxırsan, nə qəşəngdir. Yəni hərədən bir şey, yəni məqsədi olan insan, ağıllı adam hərədən bir şey öyrənir. Burada ayıb heç nə yoxdur ki. Bizim binədə Rüqəyyə xanım var, tanıyırsınız da onu. Başqa komandadadır. Bir dəfə canlı açmışdım. Gec idi biraz, geç saatlarındaydı. Belə bu tipli bir söhbətlər edirdim. Belə psixoloji, motivasyon söhbətlər edirdim. Bir də görəm orada yazıb ki, çox sağ ol Aydan xanım, çox bəhrələndim. Canlını bağlamışam, bir də görəm mənə dəftərinin şəklini atıb ki, deyir, əhvalım yox idi, keyfim yox idi. Canlının deyir, təsadüfən çıxdı qabağıma. O qədər deyir, mənə xoş təsir elədi deyir. Bax, deyir, nə qədər şeylər qeyd elədim özümə. Yeri gələndə ranq baxımından məndən yuxarı ranqdadır. Amma o özünə onu kompleks eləmədi ki, mən bunu dilə gətirərəm. Üzüyünün qaşı düşmədi ki, burada nə var ki? Sadə, rahat, səmimi şəkildə deyir ki, çox sağ ol, yəni çox mənə xoş oldu. Yəni, insan bir-birindən yaxşı bir şey öyrənirsə, nə gözəl. Sabah, məsələn, elə olar ki, mənim yeni gələn bir adamım, əməkdaşım elə bir qəşəng söz deyər, elə bir faydalı məlumat deyər ki, deyər, nə qəşəng şeydir, əla, qəşəng ideya, davay tətbiq eləyək. Yəni, komanda bu deməkdir. Hamı bir-biri ilə bölüşməlidir, birləşməlidir. Hərədə bir bacarıq var da, onu birləşdirib biz daha yüksək yerlərə gedib çata bilərik. Çünki biz buna layiq komandayıq, həqiqətən də. 11-ə işləyirmişəm. Belə, başqa sualı olan yoxdursa, mənə elə gəlir ki, yekunlaşdıra bilərik. Hə, Vüqar müəllim? Bağlayayım da vuracam. Mənim bacım deyir, mən də bir gün ürəkli olub danışacağam. Bilirsiniz, mənim bacımın çox qəşəng danışıq qabiliyyəti var.
Hətta həmişə deyiblər ki, nə olsun Aydan müəllimdir. Между прочим, o da müəllimədir, o ingilis dili müəlliməsidir. Deyirlər ki, nə olsun Aydan deyir müəllimdir, Ayten ondan daha savadlı danışır. Hansısa bir məclisdə, toyda, nişanda. İndi Ayten indi dili topuq vurur bu biznesdə də, amma vaxt var idi ki, mən də yəni belə idim də. O düzələn bir şeylərdir. Əsas odur ki, eləyəsən. Yenə deyirəm, əsas odur ki, addım atasan. Yəni bu biznes məqsədli, cəsarətli, son cümləmi deyim, tamamlayım. Bu biznes məqsədli və cəsarətli insanların biznesidir. Və cəsarət, yəni qorxu hamıda olur. Bu normal bir duyğudur. Amma cəsarətli adam o adamdır ki, qorxa-qorxa addım atır və davam edir. Qorxsa belə addım atır. Gedir o qorxunun üstünə. Nöqtə. İşte, deyəcəklərim bu qədər. Aydan xanım, bir kəlmə də deyim. Deməli, dostlar, ilk dəfə mən canlı açanda Vüqar müəllimlə Aydan xanım qoşulmuşdu mənim canlıma. Mən ilk dəfə açanda. Yəqin Aydan xanım yadınızdadır. Və mən ilk mənim canlım elə olubdu. Elə hardasa bir 3 ilə yaxın bundan öncə. Və ondan sonra, yəni onlardan o enerjini alıb, o güc qüvvəti alıb, mən ondan sonra başladım canlıları açmağa. Və sadəcə Vüqar müəllim, Aydan xanım var idiyəni görüntülü danışırdım. Mən 1 ilə yaxın məhsulları yəni tutaraq, üzümü göstərmədən danışdım. Və artıq il yarım kimidir, görüntü olaraq, yəni o bariyeri də aşdıq. Ay, sağ olun. Bəli, o bariyerləri də aşaraq, utancaqlığı da keçərək və bəli, o qədər gözəl deyirsiniz ki, yəni burada pis bir şey etmirik. Yox deyir, o özünə deyir. O bizə demir ki, qoyun desin, eybi yox. Vallahi 5 ildir şirkətdəyəm, hələ də var mənə yox deyənlər deyir. Amma gözəl bir söz var, deyirsiniz, gözləyənlər var. Bəli, o qədər gözləyənlər var ki. Çox gözləyənlər O var. gözləyənlərə görə günü sabahdan başlayırıq dəvətlər eləməyə. Gərək bizim ofislərimiz, bizim 2 dənə ofisimiz var. Yəni başqa komandalarda belə fürsət, belə şans yoxdur. Bizim 2 dənə ofisimiz var. Və günü sabahdan bizim ofislərimiz gərək adamla qaynasın. Biri gəlsin, biri getsin. Biri gəlsin, biri getsin. O vaxtı sahil ofisindəki kimi yer tapmırdılar oturmağa cəmaət. Ayaq üstə qalırdılar. Yəni danışdıqlarımız həmişə Fuad müəllim zad danışanda ilə ayda nə qəşəng danışır, belə bəhbəhlə qulaq asırdılar, ləzzət alırdılar, eləyirdilər. Yəni danışdıqlarımız belə boş olmasın da, yəni. Baxın, hamımız zəhmət çəkirik, hamımız zaman ayırırıq, enerji qoyuruq, düzdür? Mən bugün maksimum çalışdım ki, yəni bütün düşündüklərimi, hiss etdiklərimi və yaşadıklarımı sizə çatdırım olduğu kimi tam səmimi də. Çünki özüm də o yolları keçmişəm, amma keçmişəm də, yəni orada ilişib qalmamışam. Qalmamışam ki, bugün komandam var, düzdürmü? Bunu maksimum çalışdım ki, bölüşüm. Bu prosta burada qalacaqsa Zoom olaraq, bunun yəni elə bilin ki, sizin də vaxtınız hədər getmiş olur, mənim də vaxtım hədər getmiş olur. Amma biz bugün eşitdiyimizi tətbiq eləsək, dərhal tətbiq eləsək, bax, qısa olaraq bunu da deyim, Aynur dünən o kremdən ki danışdı. O krem bir neçə aydır da gəlib. Mən ehtiyac bilmirdim də o kremi alma. Dedim, ay Allah, mənim nə qədər kremim var, heç çatdırıb istifadə edə bilmirəm. Bir gün birini vururam, bir gün birini vururam. Ona görə onu almamışdım. Aynur elə danışdı ki, ondan nəticəsini elə belə bəhbəhlə danışdı ki, dedim, almalıyam, ürəyim partlayar. Ürəyim partlayar, hələ bir üstəlik orada istifadə elədim. Elə ofisdəcə istifadə elədim. Sırazu da mən o kremi videosunu çəkdim ki, mən onu sırazu çəkməliyəm, sırazu da paylaşmalıyam. Başa düşdünüz? Yəni, yenə deyirəm, gözləməyin sonranı. O sonra gələnə qədər o qədər problemlər çıxır ki, tez eləmək lazımdır, tez inkişaf eləmək lazımdır. Şəbəkə biznesi sürət biznesidir. İnkişafınız da dəvətdən asılıdır. Bəsdirin, ayıbdır. Yəni, 1 il, 2 il, 3 il burada olasınız, hələ də deyəsiz ki, mən dəvət eləməkdən qorxuram. Nədən qorxursan? Aydan xanım, çox üzr istəyirəm. Bu günləri deməli, mən binədən gələndə 2 avtobus dəyişib gəlirəm. Deməli, gəldim, durdum Astanovkada. Telefona baxa-baxa öz-özümə deyirəm, harası da baxsam da fikrimdə bir şey var ki, mən kimisə bu günləri evə gedənə kimi bellədim, mən kimisə dəvət eləməliyəm, mən kimisə nəsə bir şey eləməliyəm, bir broşura verməliyəm, nəsə bir şey.
Nəysə, Bunu deməli, hər gün eləməlisən. Yəni bu düşüncə ki var ha, bu hər gün belə necə deyim, qaynatmalıdır sənin içində, qoymamalı sakit oturasan. Aydan xanım nə etdim? Deməli, iki avtobus olur da bizdə ara avtobusu. Bunun biri işləmədi. Bir avtobus gəldi, dayandı. Kişini tanıyıram, məhəllədə olan kişi də həci bir kişidir. Çox da mədəni, yaşlı bir kişidir. Dedi, qızım, mən səni tanıyıram, gəl. Onsuz da elə bir yerə gedirik, bir yerdə qalırıq. Elə qonşuymuş. Aydan xanım, oturdum. Danışdım. Həqiqətən, dedim, dayıcan, Agil dayı necədir? Avtobus şoferini soruşuram, ha. Dedim, deyəsən, o fəaliyyət göstərmir. Dedi, hə, onun şəkəri çıxdı. Dedim, ha, şəkərin müalicəsi bizdə. Və başladım. Dedi, qızım, məndə də şəkər var. Dedim, ayda, deməli, Nəyə? astanovkada, Aysun, bu düşüncə var, ha, deyirsiniz, yəni hər şey buradan başlayır, bəli. Bəli. Dedim, axı ki, yəni mən kiməsə nəsə etməliyəm. Dedi, qızım, mən dedi yoldaşıma deyəcəm, yaşlı bir kişidir, 60-dan yuxarı yaş var, sizinlə əlaqə saxlasın. Dedim, yaxşı. Və o Hə. bəyə, yəni dayıya mən broşüranı verdim. Üzr istəyirəm, mən o kremi bilirsiniz niyə dedim? Fikrimi tamamlamadım. Ona görə dedim ki, mən ki o videonu çəkdim inamla, paylaşdım qrupda da, nə bilim statusumda da, sosial şəbəkələrdə də paylaşdım. Dünəndən bura məndən ancaq o kremi istəyirlər, inanırsınız. İndi bugün bir qonşum istəmişdi. Yazmışam ki, məhsulumu gətirmişəm, prosta təlimim var deyə sabah verərəm sənə. Deyir, başqa bir qız da istər deyə. Deyirəm, elə narahat olma, 2 dənə vurmuşam, hər ehtimala bir dənə artıq götürmüşdüm. Dedim, ikisini də verərəm sənə, sonra götürəm. Yəni, o düşüncə qabaqcadan artıq mən onu proqramlaşdırıb ki, o videonu çəkdim. Bax, dəvəti eləyəndə də belə eləmək lazımdır. Qabaqcadan artıq düşünməlisiniz ki, hər şey super olacaq, qəşəng olacaq. İnamla, O ürəklə, hansı enerji ilə. krem deyil, soruşmaq ayıb Qorxa olmasın. qorxa yox. O Necə? hansı krem? Universal kremdən söhbət gedir, yoxsa hansı? Universal, hə, superdir, dəhşət bir şeydir. Mən də götürdüm onu, istifadə elədim. Gördüm ki, necə gözəldir. Eyni həmin gündə mən inanın ki, sabahsı gün daha doğrusu, mən neçə adama, yəni statusa qoydum bunu, öz paylaşım elədim. İnanın ki, bir 7 ya 8 dənə məndən sifariş gəldi. Bax belə. Çünki o inamı, enerjini ötürə bildiniz. İndi dəvətdə də belə ürəkli olun qızlar. Belə, gecəviz xeyrə. Aydan xanım, çox üzr istəyirəm. Bir məqama da toxunmaq istəyirəm. Hər şeydə bir kəramət var doğrudan da. Mən özüm çəkilişimdə bu dəqiqə 5 nəfər hal-hazırda kremə sifariş edibdik. Sizləri də paylaşmışdım, amma özümdən demək olar ki, həmin dəqiqə 5 nəfər sifariş edir. Bir də o deyirik ağlımıza qoyduğumuz. Bəli, mən rayona getmişdim. Rayona gedəndə fikirləşdim, broşüram, hər bir şeyim özdə, yanımda. Amma heç cürə alınmadı orada. İnformasiyanı verdim, gəldim, gördüm, heç kəs mənə geri dönüş etmədi. Hər kəs belə-belə baxdı, demişdim sizə də. Nəysə, bir də biz maşına minəndə bacımın qonşusudur, bir də ki, onun yanında dostudur. Mən telefonla izah edirəm, özü ayın 30-uydu da, səhv etmirəmsə, qaydırdıq ayın 30-u. Ayın axırıncı deydi, balları da vururuq. Mən izah edirəm, danışıram. Hardasa bir Navaya çatırıq da, indi deyəsən Qədirxum gedir. Əyləşdik orada bir stəkan çay içməyə. Gördüm, bəy deyir ki, özdə bacımın qonşusu yox, o birisi deyir ki, Sevinç xanım, sizə qulaq atmam, gedəndə də gələndə də. Psixoloqsunuz siz. Dedim, xeyr. Mən dedim, Sibir Sağlamlıq Şirkətinin əməkdaşıyam. O qonşumun yoldaşı, bacımın qonşusunun yoldaşı da çox komik adamdır. Dedi ki, bu həkimdir, həkim. Dedim ki, yox, həkim yox, mütəxəssisəm. Nəsə biraz informasiya verdim. Kişi dedi ki, mən bu qədər problemim var. Kart barədə də məlumat verdim, kartı istəmədi. Demək, 6-cı gün bizim təlimimiz olacaqdı. Yadınızdadır, qrupa da atdım danışdığım qaydada. Ondan sonra onu konsultasiya etdiyim də maşında. Həmin insan heç kart da istəmədi. Öz balımı tamamladım, şəxsi dövrəmi. İkinci, o günləri bizim tədbirdən 3 gün öncə idi. Həmin oradan bir xanım mənə səsi titrəyə-titrəyə zəng elədi. Dedi ki, bəs mən sizin informasiyanızı gördüm, amma ehtiyat edirdim ki, o da rəhmətə gedənin qardaşının yoldaşıdır. O gəlinlərdən ehtiyat edirdim ki, hər kəs bilib-bütər baxdı siz danışanda. Dedim, onlara hələ çatmır, mən nə danışıram. Dedi, hə, düz deyirsiniz. Onlar biraz tamamilə bilən adam deyirlər. Amma mən gördüm ki, siz doğrudan da insana düzgün bir informasiya verirsiniz. Mən müalicə alacağım sizdən.
Belə qoşuldu, amma kart istəmədi. Dedi, başım heç nədən çıxmır, telefonum zəifdir. Dedim, aha, lap yaxşı. Onda əgər başınız çıxmırsa, burada kart var. Əgər istəmirsinizsə, mən öz belə kartımı vuracağım, çünki görəcəksiniz ki, yəni mənim adıma gəlir də, biləcəksiniz. Hə, dedi, problem deyil, mən istəyirəm. Tədbirdə artıq, tədbirin qızışqın vaxtında mən artıq onu daha doğrusu məhsullarını vurdum, onlayn sifarişini vurdum. Nə demək istəyirəm? Beyinə qoydum, onu istəyirsən ki, edəcəm. Mən oradan əliboş qayıtmayacağam. 2 nəfəri birdən. Hər ikisi də öz şəxsi dövriyyəmə. Nə oldu? Təbii ki, mənim üçün oldu, yaxşı oldu. Ona görə qorxmaq, çəkinmək lazım deyil. Olur biraz özündən tamamilə başqa böyük adamdır, ya nəsə belə ona dəvət edirsən, nəsə biraz görsən ki, çəkinlik, ondan çəkinməyə ehtiyac yoxdur. Hər tür sahədə olan insanlara dəvət etməyə hazırıq. Öz adımdan da deyirəm. Gələr, Yaxşı, gələr. komanda. Bəli. Belə, 11-in yarısıdır, yekunlaşdıraq. Qoy bir dənə